Rusiya Xarici İşlər Naziri Sergey Lavrov qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar iki ölkə arasında prezidentlər, hökumətlər, nazirliklər, idarələr və parlamentlər səviyyələrində müntəzəm dialoqu davam etdirir. Bütün bunlar həyatda qaçılmaz olan və dövrü olaraq yaranan çətinliklərə baxmayaraq 2022-ci il fevralın 22-sində də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir. Rusiya Xarici İşlər Naziri əlavə edib ki, Azalın sərnişin təyyarəsinin qəzasının nəticələri ilə bağlı məsələlər bu il ən yüksək səviyyədə əldə edilən razılaşmalar, o cümlədən hökumətlərin və Xarici İşlər Nazirliklərinin apardıqları iş sayəsində həll olunub. Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov öz növbəsində qeyd edib ki, 3+3 formatında təmaslar Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə hərtərəfli müzakirələr üçün mühüm platformadır. Несмотря на все те сложности, которые существуют в мировой экономике. Dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, ölkələrimiz arasında ümumi tendensiya müsbətdir. Tərəflər 2025-ci ildə ikitərəfli əməkdaşlığın göstəricilərini, həmçinin yaxın perspektiv üçün planlaşdırılan istiqamətləri müzakirə edəcəklər. Xarici İşlər Nazirliyi başçıları mətbuata açıqlamalar veriblər. Мы отметили недавние высказывания президента Алиева. Biz Prezident İlham Əliyevin iyulun 13-də Şuşada keçirilən forumda Rusiya-Azərbaycan münasibətlərinin tamamilə normallaşdığı və əvvəlki çətinliklərin geridə qaldığı barədə son fikirlərini qeyd elədik. Bu reallığın hər iki tərəfdən anlaşıldığını təsdiqlədik və son bir neçə ay ərzində münasibətlərimizdə yaranmış müəyyən fasiləni doldurmaq istiqamətində hərəkət edəcəyimiz barədə razılığa gəldik. Ceyhun Bayramov çıxışında bildirdi ki, Ermənistanla Azərbaycan arasında bugün de-facto sülh mövcuddur. Ermənistan və Azərbaycan arasında normallaşma prosesində əminliklə demək olar ki, bugün de-facto sülh mövcuddur. Həyata keçirdiyimiz müsbət təşəbbüslər, Azərbaycan tərəfinin sülh təşəbbüsləri, o cümlədən etimadın möhkəmləndirilməsi Azərbaycan və Ermənistan arasında normallaşma prinsipini ciddi şəkildə sürətləndirib və bu prosesə böyük müsbət töhfə verib. Əminik ki, sülh prosesinin qalan vəzifələrinin yerinə yetirilməsi normallaşma üçün zəruri şərait yaradır. Sonda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2026-2027-ci illər üçün məsləhətləşmələr planı imzalanıb. Pərviz Mustafayev, Müşfiq Balayev, AzTV Xəbər.